İkinci hissə, 10-cu bölüm. Meydan əldə ayaqda parçalanmış çamadan qırıqları ilə, əzi üzü vedrə, bidon, xurcun, heybə, bağlamalarla, toz torpağa qarışmış buxanka, bulka, bublik xıncımları ilə dolmuşdu. Günə baxan yağı, yumurta, pavidla, şoraba tökülən yerlərdə palçıq əmələ gəlmişdi. Muradova həmin yerdə, boz pabedanın yanında yumruqlarını pencəyin ciblərinə basıb, həmin vəziyyətdə, hərəkətsiz durmuşdu. Fərq bircə bunda idi ki, katibi həyalı gəlinə oxşadan, boşurğu bağlanmış ağ kəlağayının dairəsi arasında uzun, tutaş kirpiklər birdən-birə dik qalxıb, birdən-birə də xırp endikcə, bircə göz qırpımında ətrafa iti nəzərlə baxan nəlbəki gözlərdə soyuq rəsmiyyət parlayıb, həyalı gəlini dərhal məhv edib. Səməddə nə isə dumanlı narahatlıq əmələ gətirdi. Mirbağır müəllim də həmin yerdə, pabedanın yanında, həmin vəziyyətdə, yoğun ortasını qısa boynu ilə birlikdə o yan bu yana fırlada onun bunun üzünə baxırdı. Fərq bircə bunda idi ki, vay əvəzinə indi bezobrazi deyirdi. Və bu aramsız deyinti də o soyuq rəsmiyyət kimi Səməddə dumanlı narahatlıq əmələ gətirirdi. Xaşın təəccübdən kütləşmiş neştərləri yenidən parıldayıb, gizlin robotniklərə işarə verdi. Gizlinlər xıncım-xıncım bərəkəti yenidən xınca-xınca yürüşüb, diktirlərdən boylanışan şəhərli müəllimləri, şagirdləri çağırdılar. Yenə də neştərlərinin işarəsi ilə xəlvətlə qıllısından, pidisindən başqa məhlə milisyonerləri də qapan tərəzinin dövrəsinə toplaşdılar. O xəlvəti kəlmələşməkdən, pıçıldaşmaqdan başlamış, üfunətin belə səfərbər toplaşmağına qədər hamısı müəmma idi. Amma müəmma tez açıldı. Təftiş Abbasın yerində, tərəzinin dalında Qudalı atamanı dayandı. Çürü aşığın yerində, saqqız kötüyünün üstündə Qudalı hesabdarı ilə Qudalı kassiri oturdular. Qruzavikdən çuval, xaşa, kisə yuvarladan qara zalın əvəzinə gizlinlər arabalardan çuval, xaşa, kisə tökdülər. Alçamalça satanların uşaqları əvəzinə şəhər və dəmir yol məktəblərinin şagirdləri çuvalların, xaşaların, kisələrin üstündə kömürlə yazılmış ad familiyalarını tapdıqca tələsə-tələsə, itələşə-itələşə pambıqlarını qapan tərəzinin yanına süpürdülər. Qudalı atamanı birinci xaşanı çəkib, ilk ad familiyalı ilə ilk rəqəmi diktə etdi. Müşərrəf Mirbağır qızı Bağırlı, 100 kilo dedi. Afərin şəhər qızı, Mirbağır müəllimin çörəyi halal olsun sənə. Gəl pulunu al dedi. Çox əziyyət çəkibsən, pambığını bizimkilər boşaldarlar. Sən haqqını al dedi. Müşərrəf kök, ağbəniz, qaraqaş, qaragöz, göyçərək qızdı. Ancaq boynunun qadına yaraşmayan yoğunluğundan atasına, Mirbağır müəllimə oxşuyurdu. Qudalı hesabdarı təzə uçot dəftərində ilk ad familiyanı yazdı. Qudalı kassiri ilk pul paçkasını açıb Müşərrəfə bir 50'lik verdi. Və bu vaxt Səməd nəhayət öz qışqırtısını eşitdi. Pulu kisəyə qoy, yırtıcı törəməsi. 400 mindən 1 manat əski olsa, bir əlini sındıracam. 2 manat əski olsa, 2 əlini sındıracam. Qışqırtı necə qorxunzdursa, pul hissəsinin dövrəsindəki yığınaqda özünü yığışdırmayan adam qalmadı. Səməd bunu bilmədi. Qaranlıq küncdə tüstülər çaxnaşdı. Xızır abı dik qalxıb irəli yeriyəndə qocaların hamısı dalınca qalxışdı. Səməd bunu da bilmədi. Qara zalla sarı zal bir tərəfdən yaxınlaşanda qonaqlı, kərpic kəsən cavanlarının qalanları o biri tərəfdən yaxınlaşdılar. Səməd bunu da bilmədi. Gözlərinə od dolmuşdu. Ürəyi beynində ağır çəkid zərbələri kimi cüpbulduyurdu. Bütün bədəni və hətta ağzında dili dişi də o cüppultularla birgə döyünürdü. Və Səməd hiss edirdi ki, canındakı bu təlatüm güclü ehtirasdan, bezobraziyanı kürüyü batmaq, cəmaatı o köhnə, gözəl çağlara qaytarmaq arzusundan əmələ gəlmişdi. Tamamilə aydındır ki, rayonun,
Əmisinin və özünün taleyi də bu cəmaatın həyatı ilə bağlı idi. Elə bir dövr gəlib çatmışdı ki, Stalinin ömrünün kəsilməyindən, Mir Qəzəbin həbsindən sonra Bezobraziyenin daha da fəallaşdığı, Saşanın təcili güllələndiyi, Məhərrəmovla əlaqə kəsildiyi kimi, burada da Bezobraziyenin 5-ci günlük hökmranlığı qılıncdan, təftişdən, abıdan, Səmədin özündən başlamış bu döyüşkən cavanlara, Qarazala, Sarızala, Miriyə qədər hamını, hər şeyi məhv edə bilərdi. Odur ki, təpədən dırnağa təlatümdə, çəkmə zərbələrindən şişmiş, elə bir 1-ə 2 ağırlaşmış bədənlə Gülanova tərəf döndü. Mənə dedilər, cibində naruçnik gəzdirirsən, çəkiyə çəkirsən məni. Burada mənim biləyimə naruçnik taxıb, orada Sultan Əmirinin ürəyini partladıb. Yəni zəhərliyi bir güllə ilə 2 ov vurmaq istəyirsən. Bu saat mən özüm əlverişli şərait yaradacam sənin üçün. Məhlə milisionerlərini tök üstümə. Naruçnikini tax, maşına bas, apar. Sədr Mədədin qatili azad gəlsin. Tutqudan xilas olmaqdan ötürü tədbir töksün. Sədr Mədədin oğlu türməyə getsin. Özüm indicə şərait yaradacam ki, sənin istədiyin kimi olsun. Amma türmədən qabaq bir neçə iş görməliyəm burada. Ölər Dəli Səməd. 8 qız, 12 yetim anası aynanı üfunətdən çıxartmamış biləyinə naruçnik taxtırmaz. Ölər Dəli Səməd, Kətkən İbrahimi divar dibində qara buxanka gözləyə-gözləyə qoyub türməyə getməz. Ölər Dəli Səməd, Təftiş Abbasın işdən çıxarılmasına yol verməz. Gizlinlər yığnağının topa qaraltısı önündə saralan pul hissəsinə baxırdı. Ancaq kisə ilə birlikdə qarışqa qarını da görürdü. Bayaq buxanka əlindən alınandan sonra qarı ortası üzülə-üzülə sürünüb qız gəlinin arasında necə heysiz düşmüşdüsə, eləcə də qalmışdı. Ayaqqabı əvəzinə altına gön yamanmış boz corabda, quru sümük qıçlarını uzadıb, gözlərini göyə dikib, yuxarıdan baxana nə isə deyirdi. Sağ solunda paltarları cırcındır, bir-birindən arı, quru taqqanaq oğlan, qız nəvələri səssiz-səmirsiz ağlaşırdılar. Səməd bircə dəfə gözucu baxıb, daha baxa bilməyib, əmisinin danışdığı, vaqonlara basılan ac-yalavac xalqın şəklini havada görə-görə pul kisəsinə doğru getdi. Yığnağın topa qaraltısında hamı hər şeyi başa düşmüşdü. Piyli ayağa qalxıb, kisənin ağzından qoşa əlli yapışıb, ağarıb, sifətdən də dümağ piyə çevrilmişdi. Ancaq alt dodağında tez-tez yaladığı yerdə qan qızarırdı. Qıllı pilinin əksinə kindən boğulub, sifətdən də qara camışa çevrilmişdi. Alt dodağının köpüşündə qan da qara idi. Əlini pilinin meyit kimi soyuq əllərinə atdığı anda Səməd o birlərinə də baxdı. Biri-birindən gömbul gizlinlər gərginlikdən şişib daha da gömbullaşmışdılar. Milisionerlər xaşın neştərləri kimi işıltılı gözlərini nəçənliklə Səmədin arasında oynadı-oynadı, növbəti işarəni, əmri icra etməyə hazır dayanmışdılar. Bütün yığnaqda ancaq çal lopa bığlı, qırmızı üzlə at üzündə gümrahlıq, hətta sevinci vardı. Bu sevincin səbəbini axtarmaq lazım deyildi. Çəkiyə çəkilən o cür qalmaqalda vuruşmada heç nəyə qarışmayıb, kənarda qalandan sonra indi öz ayağı ilə tora düşməyə gəlmişdisə, əlbəttə sevinməli idilər. Meyit əlləri kisədən qopmurdu. Pili kəkəliyirdi. Mən qol çəkmişəm. Puldur bu. Yarım milyona yaxın pul. Mən məsuliyyət daşıyıram. Nə ixtiyarla alırsan axı sən bunu məndən? Neştərlər parıldadı. Ver qayım, ver. Dedim ki, biz zor işlətməyəcəyik. Biz qanunla hərəkət edəcəyik. Bu adama bələd deyilsən, nəçənlik. Bankda kassir saydı. Gecəyi düşürdüm, özüm saymadım. Əskik də ola bilər. Eşitmədinmi bunun sözünü? Sındıracam filan. Bundan nə desən çıxar, nəçənlik? Qabağında ölüm, yaxamı qurtar bu dəlidən. Çirişli tər Səmədi necə iyrəndirdisə daha dözmədi. Daş əzələlər qayımı divara sıxdı. Neştərlər ətin arasından qabarıb par-par yanırdı. Dəyməyin, qoyun nə eləyir eləsin. İstər lap özü mənimsəsin, heç xətrinə dəyməyin. Səməd kisəni dartıb, alıb təftişə verdi. Kəmis üzvlərini yığ, sayın pulu. Özünün iştirakı ilə sayın.
təhvil təslim aktı yazın. Əlavə bir akt da yazın. Təxminən bu məzmundakı Qudalı Rəhimin sədr olduğu kolxozda əmisi oğlu Qayım Qudalının kassirini anormal sayırıq və təftiş komissionunun qərarı ilə işdən kənar edirik. Yığnağa tərəf döndü. Bu mənim birinci işim, Gülanov dedi. Sonra xəlvətin üstünə yeridi. Mircəfər, Mirqəzə bezobraziyası nə qədər hökmran olsa da, bu kənddəki təsərrüfat kollektiv təsərrüfat adlanır hələ. Bu təsərrüfatın başçısı nizamnamə əsasında ümumi iclasda əksəriyyətin iradəsi ilə seçilməlidir. Sən seçilməmisən, Qudalı Rəhim. General Pers adlanan, hal-hazırda mühakimə olunan siyasi cinayətkarın əmri ilə qeyri-qanuni təyin olunmusan. Keçən ilin yayından bu vaxta qədər necə işləmisən, onu da kolxozun təftiş komissiyonu müəyyənləşdirəcək. Möhürü ver. Səlahiyyətim var mənim. Ver möhürü mənə. Xəlvət dartınıb dikəldi. Nə üçünsə kitelinin yaxasını düyməliyirdi. Axırıcı düyməni ilgəyə keçirəndən sonra hətta boğazının dibində çal keçiri də dartıb keçirdi. Buxağı irəli çıxdı. Enli qırmızı üz biraz da enlənib, biraz da qırmızılandı. Belə ları xoruz halında Qudalı ağsaqqalı həməncə bəlağətli səslə heyrətli sözlər dedi. Məlumun olsun ki, mən özüm rabotnikam. Bu sovetlikdə sizin qılıncınızdan başqa bir nəfər, Rəhim Qudalı da Asobi atdel adamıdır. General Pers adlanan o siyasi cinayətkarla heç bir əlaqəm zadım olmayıb, oğul. Mərhum qardaşım Məmmədəlinin meyidi tapılanda bir dəfə qapıma gəlib Pers. Onunla da əlaqəmiz qurtarıb. Atasının ölümünü təşkil edib xalqa verbovat eləyən də o Pers köpək oğludur. Sən əyri güzgüdə görmə hamını. Burada sənə dedilər xəstəsən, şəkkəksən. Qardaşım özü skeleti yerin altda. Təbrizdə nə olubsa orada qalıb. Onun oğlu xalqla tutaşmağın necə əsassızdırsa, məni belə qaralamağın da eləcə əsassızdır. Məsləhət görəm, çalış ağlını başına yığ. Bu rayonun sahibi var. Kişi qaydar gələr, inşallah özü ayırt eləyər hər şeyi. Onda bilərsən ki, General Persin əmri ilə təyin olunmuşam, yoxsa Sultan Əmiri yoldaşın şəxsən özünün təklifi ilə, ümumi iclasın əl qaldırmağı ilə seçilmişəm. Səməd bu heyrətli yalana cavab vermədi. Möhür kitelin döş cibində idi. Yumuşaq göy şivyotun altından dəyirmisi qabarmışdı. Səməd sol əli ilə xəlvətin biləklərini birləşdirib pəncəsində sıxdı. Sağ əli ilə möhrü çıxartdı. Xəlvət Muradovaya baxırdı. Yoldaş Muradova, şahid olun. Mirbağır müəllim, şahid olun deyirdi. Biz kişinin xətrinə susuruq. Ancaq xəbərdarlıq edirik buna. Müqavimət göstərmirik. Şahid olun deyirdi. Muradova susurdu. Mirbağır müəllim hələ də o yan bu yana fırlanırdı. Və yenə elə vay, 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 vay deyirdi. Neştərlərin sevinci, təntənəsi isə tamam açıq-saçıq idi. Şahiddirlər, Rəhim, şahiddirlər. Sənlə, xalqla yox, öz əmisi iləndir bunun işi. Kişi sizi insan bilir, rəhbər işçi sayır, qapınızı açır. Bu da onun acığına edir hamısını. Heç kəs tərpənməsin, öz ixtiyarına buraxın, nə eləyir eləsin. Kişi qaydanda danışarıq bundan. Onda aşkara çıxar hər şey. Səməd möhürü də təftişə verdi. İşimin bir qismini qurtardım, Gülanov. İkinci işim Sovetlər İttifaqı qəhrəmanı Xalq Məmmədəli oğlu Qudalı ilə bağlıdır. Bəlkə çağırtırasan onu, yoxsa özüm gedim? Səməd etiraz gözləyirdi. Hesabla işin ikinci qismində Gülanov ehtiyatlanmalı idi. Amma xaşdan çox qəribə, müəmmalı qəhqəhə qopdu. Ay uşaq, çağırın xalqı dedi. Çox uzaqda deyilmiş. Gizlinin birinin meydandan qaranlığa cumması ilə qayıtmağa bir oldu. Ardınca çox qaranlıqdan çıxıb, trubkası damağında sakit yerişlə birbaş Səmədə doğru gəldi. Lap yaxınlaşıb 3 addımlıqda ayaq saxladı. Buyur qadası, bu da mən. Bu da mən sözləri ilə birlikdə xaşın qəhqəhəsindəki müəmma da açıldı. Səmədin qənşərində tamam başqa bir adam dayanmışdı. Bu adamın dəyirmi fanar gözləri, sifətinin qaralığı və trubkası Çaxçıq xalq adında qatil olsa da, tün abı, yumuşaq şivyot kitelinin döşündə bu dəfə 2 qızıl ulduz, çiyinlərində polkovnik paqonları parıldayırdı. Gizlinlər yığnağından başqa meydanda hamı sehirlənmişdi. Uzun illər ərzində çaxçıq eləyən,
İran kişmişi, Çin makintoşu, Çin fanarı sata-sata ekspeditor, alverçi və möhtəkir kimi tanınan Qudalı xalqı metamorfozası Muradov ilə Mirbağır müəllimi də çaşdırmışdı. Bu adamın haqqında əvvəlki təsəvvür elə yerli, yataqlı və möhkəmdir ki, indi gözlə görüləni ağıl kəsmirdi. Səməd isə elə sarsılmışdı ki, tamam kütləşib Çaxçoxun nə üçün çağırtdığını unutmuşdu. Ayılması həmin çəkic zərbələri ilə başlandı. Möhürü xəlvətin cibindən çıxarıb təftişə verəndən sonra beynindəki göppultular getmişdi. Burada yenidən başlandı. Və Səməd özünə gəlib, yəqin ki, gün ərzində əzab çəkdiyinə görə sifəti nisbətən solğun, hətta kübar kimi görünən 2 dəfə Sovetlər İttifaqı qəhrəmanı polkovniki yaşıl furaşkasından qara xrom çəkmələrinə qədər onu yenidən gözdən keçirdi. Qoşa qızıl ulduzun bərqindən bir şəkil əmələ gəldi. Çaxçox indiki libasında 51-ci ilin yayına qayıdıb, vaqonun açıq pəncərəsi arxasında əlinin eksemasını şüşəyə sürtən Mirqəzəblə yanaşı dayanıb, cəlladla bir camdan qan içən oldu. Və bununla da Səmədin beyni tamam açıldı. Xidmətlərini yüksək qiymətləndirib Stalin yoldaş. Gecə Bakıda gördüyüm mayor Qudalovla indiki polkovnik Qudalovun fərqindən məncə belə nəticə çıxır ki, bu Qudalov yalnız o tayda milli hökumətin devrilməyində yox, yalnız Borge Abizglavlini yazdıran Yağıra köməyinə görə yox, indi Ermənistan adlandırılan torpaqlarımızdan sürülənlərimizin müsibətlərində iştirak elədiyinə, Borçalıdan Lerikə qədər ərazinin müsibətlərinə görə də yüksək mükafatlar alıb. Gülanov ustubluca yaxınlaşıb Çaxçoxun bir tərəfində, möhürü cibindən çıxarıldığına baxmayaraq daha da möhtəbər görünən Qudalı ağsaqqalı da hiss olunmadan yaxınlaşıb Çaxçoxun o biri tərəfində dayanmışdı. Səməd kürəyində bir-birindən zorba gizlinlərin və bütün Qudalı xılının təpəri nəfəsini hiss edirdi. Çəki zərbələri gücləndi. Mən dedim, xidmətlərini yüksək qiymətləndirib Stalin yoldaş. Dedim, saydım xidmətlərini. Niyə dillənmirsən? Çaxçox əmin arxayın trubkasını tüstülədirdi. Sən bu döşümdəkiləri sərf nəzər elə. Qatil saydığın, qatil kimi tanıdığın Çaxçox xalqa deyilməli sözün nədir? Onu de qadası. Qulaq asıram, buyur. Amma nəzərə al ki, Qılınc qurbanı Məhərrəm Abbasoviçə ümidi boş xülyadır. Nəinki Respublika prokuroru. Heç SSR prokuroru da sanksiya verəməz mənim tutulmağıma. Diqqətli ol, gör necə ciddi danışıram səndən. Bu 2 ulduzdan başqa müharibə müttəfiqlərimiz Prezident Rooseveltin və Churchillin şəxsən təqdim etdikləri böyük mükafatlara layiq görülmüşəm mən. Çaxçox xalq, bax, belə adamdır. Avtobioqrafiyamın gizlin tərəfləri çoxdur. Açmağa ehtiyac görmürəm qadası. Bir başqa yerdə böyük məmnuniyyətlə açıb tökərəm. Bu aralıqlarda vurnuxmaqdan bir dəfəli əl çəkib rahat oturarsan. Dünya çox mürəkkəbdir. Qeyli-qallıdır qadası. Çaxçox xalq, xaş nəçənlik, xəlvət rəhim və sair mikro ilan adlandırılanlar mikro deyirlər qadası. Süleymanımızın xəzinəsinin üstündə bir yox, milyonlarla ilan qıvrılıb, ay dünyadan xəbərsizlər. Buyur, buyur, indi sözünü de. Səməd kürəyində zorbaların nəfəsini duya-duya hiss etdi ki, burada basılsa cəmaatın ümidi sınacaq. Özü də sınacaq və bəlkə doğrudan da məhv olacaq. 2 dəfə qəhrəmanın inan və təmkinlə dediyi xəzinə sahibi olamayacaqsınız sözlərini şübhə etmədən, özü ilə birlikdə əmisini də, bu cəmaatı və bütün xalqı da dərin uçurum qırağında görüb, bayaq Çaxçoxu çağırtdıranda nəzərində tutduğu işin üstündə daha da möhkəmləndi. İlana bir kəlmə də sözüm yoxdur, dedi. Yəni söz deməyə çağırmamışam səni. Yadından çıxmayıbsa yuxu danışmışdın mənə. O yuxun Çin olub. Kitelin yaxasından yapışıb sağa sola necə dartdısa, düymələrin hamısı partapart töküldü. Təpərli, pis qoxulu nəfəslər Səmədin boyun boğazına dolub tükünü ürpətdi. Gizlinlərlə birlikdə daim içkili məhləm elsənələri də üstünə tökülmüşdü. Demədimmi toxunmayın, çəkilin. Bu Gülənovun qışqırtısı idi.
Kiteli çaxçuxun əynindən çıxardanda elə bir an oldu ki, Səməd ətrafından dağılışan gömbullarla, milisionerlərlə birlikdə Xaşı da gördü. Daha doğrusu, ancaq neştərləri gördü. Sevinc yox, təntənə də yox. Neştərlərin parıltısında qələbə himni vardı. Amma Səməd işin ikinci qismindən qalmadı. 7-8 ay ərzində yuxuda və xəyalda qatili nə hala salmışdısa, indi eləcə bir hala saldı. Ağ maykada cəsəd sayağı qabırğaları sananan qara həyulada nəfəsdən başqa heç nə qalmadığını hiss edəndə nəfəsinə toxunmayıb, çaxçuğu it məhəlləsinə tərəf tuvazladı. Nə qədər imkanlı adam olsa da, belə xınc-mınc bədənlə qatil cinayətlərini Persin üstünə yıxmaq imkanından məhrum olub, azı bir həftə, 10 gün yataqda qalmalı idi. O vaxta qədər şübhəsiz məhkəmənin qərarı çıxmalı, Sultan Əmirinin, Məhərrəm Abbasov üçün başları açılmalı idi. Səmədə lazım olan da elə bu idi. Xaş dəli Səmədin belə uzağa baxan gözlərini görmürdü. Xaş bu günə, bu meydana baxırdı və qələbəsini də burada görürdü. Çaxçuqdan əl çəkib geri dönəndə Səməd dərhal başa düşdü ki, çəkiyə-çəkilənin özünü məhv etdiyinə heç kəsin şübhəsi yoxdur. Xaşın qələbə himni indi Bezobraziya törəmələrinin üzlərində, duruşlarında, tərpənişlərində də çalınırdı. Əziz, qohum və himayədar xalqa baxmırdılar. Xalqın yerdə döşəli qaldığı bir vaxtda bu adama bənzər adamların hamısı bayram təntənəsi ilə dingildəşirdi, yırğalanırdı. Çünki xəlvət Rəhim də paqonlarını taxmış kimi gürultulu amiranə səslə Səməd Mədədoğlu əmirinin çox açıq şəkildə nümayiş etdirdiyi siyasi əqidəsinə və cinayətinə şahidlərin ad və familiyalarını deyə-deyə pilisinin əlindəki dəftərə siyahı yazdırırdı. Gülənovun qoşu ovucunda isə naruçnik işıldayırdı. Səməd nəfəsini dərmədən bu dəfə bir baş Gülənovun üstünə yeriyib, əllərini irəli uzatdı. İşimin ikinci qismini də qurtardım. Taxa bilərsən naruçnikini, Xaş nəçənlik. Gülenov təhqirə cüzi əhəmiyyət də vermədi. Hə, indi doğrudan da taxmaq olar, eşq dəlisi. Bircə an sonra Gülenovu yerdə, Səmədin dizinin altında. Naruçniki isə nəçənliyin özünün biləklərində görəndə Bezobraziya törəmələrinin işarələrə, əmirlərə tabi cəmdəkləri tamam hərəkətsiz qalıb qurudular. Səmədin hərəkətlərində isə ildırım sürəti vardı. Naruçnikin zəncirindən yapışıb 100 kiloluq Xaş bədəni sürüyüb Gülenovun öz maşınına tulladı. Şofer də məhlə milisionerlərindən idi. Gülenoğlu Molla Gülənə oxşuyurdu. Biraz bundan əvvəl Xaşın özünün işarəsi ilə motoru işə salıb hazır dayanmışdı ki, dəlini birbaş dəlixanaya aparsın. İşi tərsinə görəndə sözün əsl mənasında gözləri kəlləsinə çıxdı. Səmədin heybətli bağırtısı şoferin olan qalan ağlını dağıldı. Sür köpək oğlu. Rədd elə Xaşınızı buradan. Yoxsa özüm sürürəm. Aparıb meşənin fızıllığına tullayaram. Çaqqallara yem olar. Sabah bağırsaqlarını yığarsız kol-kosun arasından. Rədd ol buradan. Təkərlərdən tükürpədən vıyıltı qopdu. Geriyə, yanlara toz duman və yanıq rezin qoxusu yayıldı. Maşın meydanda əyri-üyrü qara izlər sala-sala qıcıltı, gürültü ilə uzaqlaşdı. Xəlvətlə qıllı çaxçuğa doğru. Məhlə milisionerləri isə maşının ardınca getdilər. Nə abıdan, təftişdən, o biri qəlyanlardan, nə də cəmaatdan səs-səmir çıxırdı. Bayaq abı ayağa qalxıb qocalarla birlikdə irəli gələndə Səməd Ağdaş binanın həyətindəki xançal əhvalatını və Seyid kişinin qonaq evinin həyətindəki nitqi xatırlamışdı. Və abı irəli gələndə məhz xançal əhvalatına və o nitqə bənzər bir şey olacağını zənn eləmişdi. Amma abı susurdu. Hadisə elə gözlənilmədən, elə sürətlə olmuşdu ki, nə baş verdiyini hələ heç kəs dərk edə bilmirdi. Belə bir vəziyyətdə Səməd yenə də nəfəsini dərməmiş, bayaqki ağbəniz, qaraqaş, qaragöz qızı, Müşərrəf Mirbağır qızı bağırını çağırdı. Müşərrəf, bura zəhmət çək. Qızı çağırırdı. Amma o yenə bədbəxt ailənin, qarışqa qarı ilə gəlinlərinin, nəvələrinin havada şəklini görürdü.
Müşərrəf vahimələnmişdi. Atası Mirbağır müəllim də narahat olmuşdu. Yenə də dodaqaltı vay vay bu nədir deyirdi. Səməd üst başını düzəltdi. Əllərini daraqlayıb gömbulların dırnaqları altında yaymalanan qandan, tərdən, toz torpaqdan bərkimiş saçını alnından dala apardı. Boynuna tökülən qana bulanmış ovucularının çirkli yaylığı ilə quruluyub Müşərrəfə təpindi. Dedim, bura zəhmət çək. Yeməyəcəm səni. Qız tərəddüdlə ağır-ağır yaxınlaşdı. Nazi aypara qaşlarını, kirpiklərini titrədə-titrədə Səmədə baxdı. Amma bu qorxunc adamın gözlərində nə gördüsə, dərhal dirçəldi. Səməd özü də ürək dirək verdi. Qorxma məndən, dedi. Pis niyyətim yoxdur. Mən pislərə pisəm. De görüm, sən bilirsənmi ki, o qarının haqqını verdilər sənə? Atan başa düşər bunu məncə. Sən özün de görək. Müşərrəfin ağzı üzü pörtdü. Aypara qaşlar gərildi. Qarını? Xeyr, öz zəhmət haqqımı almışam mən. 100 kilo pambıq yığmışam. Hələ biraz da artıqdır. Düz çəkmədi o kişi. Günorta hamı tənəffüsə çıxanda mən çıxmadım. Özümə söz vermişdim ki, 150 kilo yığacam. Azı 120-130 kilo pambıq var orada. Bildir də belə işlədim mən burada. Təşəkkürnamə aldım. Qızın nazik, hissiyatlı dodaqları civə kimi qaynayırdı. Atamı qarışdırma bura. Bizim ailədə heç kəsin işinə qarışmır. Səbirsizlikdən az qaldı ki, Səməd əlini o nazik dodaqların üstünə bassın. Çalış artıq söz danışma, Müşərrəf. Sualıma cavab ver. Neçənci sinifdə oxuyursan? Müşərrəf heç nə anlamırdı. 10-cuya keçirəm. Necə ki? İnstitutda gedəcəksən? Darülfünuna gedəcəm. Sergey Mironoviç Kirov adına Dövlət Darülfünuna. Filologiya fakültəsinə girəcəm. Necə ki? Girə bilməyəcəksən, Müşərrəf. Əgər atan doğrudan da sənin işlərinə qarışmırsa, qəbul imtahanında kəsiləcəksən. Müşərrəfin pörtmüş üzündə ağ ləkələr əmələ gəldi. Qız dönüb yoldaşlarına baxdı. Bu nə danışır? Qarışqa qarı ilə gəlinlərinin, nəvələrinin havada şəklini Mirbağır müəllimlə Muradovanın qaraltıları qarışdı. Səməd əlini qızın çiyninə toxundurdu. Maarif müdürü bilir mən nə deyirəm. Rayonda özü bu barədə danışıb. Sultan Əmiri kimi nüfuzlu yoldaşla döşləşib. Xahiş edək köhnə, təcrübəli tədris mütəxəssisi kimi izah eləsin. Başa salsın qızını. Görə niyə kəsiləcəksən? Mirbağır müəllim duruxmuşdu. Xahişi eşidəndə ortasını fırladıb Muradovaya baxdı. İzaha ehtiyac varmı? Bu nədir belə? İzahat vaxtıdır. Muradova dillənmirdi. Səməd təkidlə rayonda danışdığınızı danışın deyəndə Mirbağır müəllim Səmədlə Muradovanın arasında fırfıra kimi fırlandı. Rayonumuzda maarif, mədəniyyət işlərinə baxan raykom katibi dayanıb burada. Mənim danışdığım orada qaldı. Hamı şahiddir Sultan Əmiri yoldaş nə kökə saldı məni. O barədə bir də danışmaq istəmirəm yoldaş Səməd. Bugün vəziyyət də başqadır, tələb də. Səmədin səsi sərtləşdi. Tələb? Tələb olunur ki, kolxozçunun təminatına buraxılan pulu yığıma kənardan cəlb olunanlar aparsınlar. Müşərrəf necə pörtmüşdüsə, Mirbağır müəllim də eləcə pörtdü. Sultan Əmiri yoldaş qaydanda ondan soruş. Bu işlərin hamısı onun göstərişidir. Qarışqa qarı ilə gəlinlərini, nəvələrinin şəklinə qırmızı tufdaş binanın foyesindəki adamların qaraltıları qarışdı. Səməd pırpız qaşlar altında əzabla dolu boz ala gözləri gördü. Səsi indi. Hətta titrəyən kimi oldu. Sultan Əmirin nə vaxt, harda, kimə göstəriş verib ki, o pul qırılan diviziyada qırılanların uşaqlarına yox, şəhər məktəbi ilə dəmir yol məktəbinin şagirdlərinə paylansın? Mirbağır müəllim yenə duruxdu. Şalvarının cibindən baş yaylığı sayağı böyük dəsmal çıxardıb buxağını, boğazını sildi. Gözünün biri Muradovada, biri Səməddə idi. Başa düşmürəm sən nə istəyirsən məndən. Tutaq ki, izah elədim. Müşərrəf də bildi ki, tədris proqramı ala yarımçıq keçiləndə şagirdin biliyi də ala yarımçıq olur. Bu il amiyə göndərdiyimiz uşaqlardan soruşublar. Üzvü kimyadan müəlliminiz kimdir? Uşaqlar bilməyiblər üzvü kimya nə olan şeydir. Çünki keçən il noyabrın axırınacan pambıqda qalmışdılar. Dekabrda da su şirkalarda qoza arıtlamışdılar.
Yanvarda tədris müdirləri ilə kimya müəllimləri yığışdılar maarif şöbəsinə. Dedilər, qeyri-üzvi kimyanı zorla çatdırırıq. Üzvi kimyaya vaxt qalmır. Qısası, Kamal atestatlarında üzvi kimyadan qiymət yazmadı. Nazirlikdən bir axmaq inspektor qışqırdı, bağırdı ki, tədris proqramını pozduğunuza görə hamınıza töhmət verəcəm. Məcbur elədi bizi, yazdırdı qiyməti. Axırı amidən uşaqlarımız kör qızı kimi qayıtdılar. Buradakı 10-cuların aqibəti də el olacaq. Bu da izahat. Nə çıxar mənim bu izahatımdan? Rayonda o cür danışdığıma görə möhtərəm əmin yaxamı Gülənovun əlinə verdi. Bu yaşımda 20 ilin maarif işçisi şəhərin küçələrində özüm qapı-qapı düşdüm, uşaq yığdım. Bugünkü danışığıma görə də möhtərəm əmin şübhəsiz özü yapışacaq yaxamdan ki, məktəblilərin əhval-ruhiyyəsinə pis təsir eləmirsən. Başa düşmürəm sən özün nə cavab verəcəksən ona. Çal, pırpız qaşlar altında əzabla dolu boz ala gözlərlə qarışqa qarının, gəlinlərinin, nəvələrinin şəkillərindən başqa Səmədin nəzərində tək bir nəfərin, Muradovanın qaraltısı qaldı. İndi Muradova yoldaşadı sözüm. İcazə ver sənlə el qızı kimi danışım Mələkə bacı. Bayaqdan baxıram, susursan. Raykomun təlimatçısı əlləşib vuruşur ki, kolxozda bu dözülməz vəziyyəti birtəhər düzəlsin. Katib heç münasibətini də bildirmir. Niyə Mələkə? Mən hiss eləyirəm, susmağın əlbəttə boş-boşuna deyil. Baxışında soyuqluq görürəm. Laqeydlik yox, məhz soyuqluq. İncimə məndən, elə bir ocaq sönüb, külü qalıb. Hanı məşhur diapozonlu Muradova? Yalvarıram, incimə sözümdən. Mən səndən kömək umuram. Bu rayonun 3 katibindən birisən. Rayonumuzda 17 təsərrüfat başsız qalıb. General Persin bircə gündə təyin elədiyi bezobraziya toxumları hakimdilər hər yerdə. Elimizdən, obamıza ürəyə yanan adamlardan, qılınc qurbandan, təftiş Abbasdan eşitdiklərimə görə cəmaatı sındırıblar hər yerdə. Bu cinayəti törədənlər mühakimə olunurlar. Əlaltıları hələ fəaliyyət göstərirlər. Stalini, Mirqəzəbi, Persi pisləyirlər. Sultan Əmirini Mirqəzəbə qalib gələn kişi adlandırırlar. Sultan Əmirinin özünə istinad eləyə-eləyə cəmaatı rəzil kökünə salıb rayonu özülündən sarsıdırlar. Belə vəziyyətdə susmaq olarmı Mələkə bacı? Mayda şəxsiyyətə pərəstiş məktubu oxunanda Sultan Əmiridən narazı danışmısan. Administrativ tədbirlərini pisləmisən. Bəs buradakı bu cəza tədbirinə münasibətini niyə bildirmirsən? Sultan Əmirin məcburiyyət qarşısında kənardan işçi qüvvəsi cəlb eləyirsə, bu o deməkdirmi ki, yerli cəmaat daha da rəzilləşməlidir? Xahiş edirəm, susma Mələkə bacı. Nəlbəki gözlər açılıb Səmədə dikəldi. Yoldaş Səməd, biz bura mitinqə yığışmamışıq. Kənardan cəlb olunan işçi qüvvəsinin kolxozlara zərəri haqqında da, yığım kampaniyası müddətində məktəblərdə yuxarı siniflərin bağlanmağının maarifə, mədəniyyətə zərəri haqqında da çox danışmışıq. Düzdür, şəxsən mən maarif müdirinin fikrinə şərik çıxmışam və Raykomun bürosunda öz şəxsi rəyimi tamamilə açıq bildirmişəm. Nəzərinizə çatdırıram ki, bizim şəxsi rəylərimiz şəxsi rəy olaraq qalır. Pambığı sürətlə itkisiz yığmaq haqqında göstəriş Moskvadan verilib bizim mərkəzi komitəyə. Yəni, Sovetlər İttifaqı adlanan dövlətin mənafiyi güdülməlidir burada, yoldaş Səməd. Budur əsas məsələ. İşi atıb alverə qaçanlara qarşı cəza tədbiri də, məktəblilərə zəhmət haqqı paylanması da kolxozun rəhbəri ilə milis rəisinin mərkəzdən göstərişə diqqətlərinin nəticəsidir. Qonşularınız Tahirlidə də belə nəticə çıxarılıb, Qurbanlıda da. Tahirlidə maldarlıq texnikumunun tələbələrinə gündəlik zəhmət haqqı verilib. Orada bu tədbirə etiraz edən yoxdur. Qurbanlıda şəhər fəallarının ailələrindən cəlb olunanlara gündəlik zəhmət haqqı verilib. Orada da etiraz edən yoxdur. Tək siz, partiya işçisi, mərkəzi komitənin göstərişinə qarşı çıxırsınız. Özü də bax belə kobud şəkildə. Səbəblərini dedilər burada. Sizin əsəbləriniz pozulub yoldaş Səməd. Aldığım məlumata görə və burada öz gözümlə gördüklərimə əsasən deyə bilərəm ki, partiya işçisinə yaraşmayan nalayiq hərəkətlər edirsiniz.
Adamlarla partiya etikası çərçivəsində danışmaq, qüvvələri səfərbərliyə alıb bütün imkanlardan istifadə yolu ilə yığımı təşkil etməyə əvəzinə şəxsi hisslərinizi ictimai işə qatışdırıb dava salırsınız. Sovet adamları arasında düşmənçilik törədirsiniz. Dəfələrlə xəbərdarlıq olunmağına baxmayaraq bir-birinin ardınca adam döyürsünüz. Sizi məsuliyyətə cəlb edən milis rəisini vəzifə başında yıxıb sürüyüb, dözülməz zorakılıqla iş üstündən qovursunuz. Bütün bunlardan sonra isə məni öz biabırçı işlərinizə şərik çıxarmaq istəyirsiniz. Sizə nə deyim? Necə yəni bacı? Nə vaxtdan bacınız olmuşam sizin? Komünist partiyasının rəsmi işçisiyəm mən və rəsmi surətdə bildirirəm ki, əsəbləri bu dərəcə pozulmuş adamın belə şəraitdə işləməyi qeyri-mümkündür. Siz çox ciddi xəstəsiz, yoldaş Səməd. Əgər xəstəliyinizi başa düşürsünüzsə, raykoma ərizə yazın. Təhkimçilikdən imtina edin. Onsuz da bu hərəkətlərinizin çox pis nəticələri olacaq. Xəstəliyinizi etiraf etsəniz, həm prokurorluq xətti ilə, həm də partiya xətti ilə müəyyən güzəştə gedə bilərlər. Başqa sözüm yoxdur sizə. Yalnız bunu əlavə etməliyəm ki, mənim adımın yanında diapazon sözü raykomun divarları arasında zarafatla işlənir. Siz hətta bu incəliyi anlamaqdan da məhrumsuz. Qarışqa qarı Səmədin qucağında idi. Sol qolunun üstündə sinəsinə sıxmışdı. Titriyə-titriyə, hıçqıra-hıçqıra uşaq kimi ağlayan qarı ilə birlikdə özü də hönkürməyə başladı. Amma gözlərinə yaş yox, yenə də od dolmuşdu. Qarının calaq-calaq əski-üsküdən ibarət şalını, qoftasını, corabın altındakı gön parçalarını göstərə-göstərə Muradovanın üstünə getdi. Budur mənim alladığım. Mən bunun xəstəsiyəm. Bunun o sızıldaşan nəvələrinin, o göynəyən gəlinlərinin xəstəsiyəm. Divar dibində oturub gəvələməyə quru çörək gözləyən Kətyən İbrahimin xəstəsiyəm. Qırılan diviziyada qırılanların arvadlarının, övladlarının xəstəsiyəm. 8 qızla 12 yetim böyüdən Ayna bacının xəstəsiyəm. Əgər bunları görmürsənsə, bunların qeydinə qalmırsansa, mən səni nəinki raykom katibi, heç insan da saymıram. Diapazonunuz partiya instruksiyalarından kənara çıxmır, diapazonsuz məlikə. Bu bezobraziya qazanında çox adam şikəst olub. Sən kimi şikəsti birinci dəfə görürəm. Katib deyilsən, protokolsan sən, qadın deyilsən, buzsan, gözəl də deyilsən, idbarsan. Sönmüş ocaq dedim mən sənə. Elə sönmüsən ki, heç külün də qalmayıb. Mən isə yanıram. Nə qədər ki yanıram, bu bezobraziya törəmələrini, gizli robotnikləri, mikro ilanları yandıracam alovumda. Yaşamağa haqqı olanlara işıq saçacam. Raykoma ərizə yazmayacam. Raykomun tribunasına qalxacam. İnsanlıqdan məhrum qadın çinovnik haqqında danışacam. Get buradan. Bir də ayağın dəyməsin qonaqlıya. Qancıq. Muradovanı elə bir ilan çaldı. Dik atıldı. Rəngi ağardı. Muradovanı elə bir ilan çaldı. Dik atıldı. Rəngi ağardı. Səməd hiss etdi ki, bu dərəcədə sərtliyinin üzərində əmisinin nüfuzu da vardı. Çünki katib zənən titriyib, cavab qaytara bilməyib maşına doğru yönəldi. Səməd Pobedanın ardınca da baxmadı. Qarı qucağında qapan tərəzinin yanına qayıtdı. Dümağ piy üzlü pilini saqqız kötüyünün üstündə oturdub, özləri ambulatoriya stolunun dövrəsində dayanıb, pul sayan qalyanların arasından əlini uzadıb bir dəstə 100'lü, 1000 manat götürdü. Belə şeylərlə sənin yaran sağalmaz aqarı. Hələlik al bunu. Bölünməz fondun hesabına yazarlar. Deyib pulu əski-üskü qoftanın qoynuna saldı. Ambarın qabağında təftişlə Möhsün kişinin asdıqları yel fanarlarının işığında hadisə bununla qurtarmadı. Hadisənin iki əsas nəticəsi oldu. Birinci nəticə budur ki, Səməd kürünüb atılmalıları doğrudan da kürüyüb cəmaatın hüququnu özünə qaytardı. İkinci nəticəsi isə budur ki, pambıq çəkiləndən sonra təcili Vedomosdan pul paylananda toksin birdən şığıyıb təftişin seyfindən möhürü dartışdırdı. Bura ver, sən gəzdirməyəcəksən bunu. Mədədimiz gəzdirəcək. Neçə il gözləmişik biz onun yolunu. Təftiş nəinki möhürü verdi. Üstəlik əlinin ikisini də yuxarı qaldırıb
Mədədə mən bir dəfə 20-ci ildə, ikinci dəfə 30-cu ildə səs vermişəm. Bir də indi verirəm. Kim Toksinin təklifi ilə razıdır, əlini qaldırsın dedi. Və təftiş hələ sözünü qurtarmamış, qəlyanlılardan başlamış, qarışqa qarının quru taqqanaq nəvələrinə qədər bütün qonaqlılar sevincdən və kədərdən qəhərlənə əllərini qaldırıb, beləliklə avariya günündən 7 il 8 ay sonra Sədr Mədədin bircə balasının simasında Sədr Mədədə yenidən səs verdilər. Və Səməd cəmisi bir neçə dəqiqə çəkən qeyri-adi iclasda belə gözlənilmədən kolxoz sədri seçildi. İkinci hissə, 11-ci bölüm. Xızır Abunun müəmmalı pərtliyi nəzərə alınmasa, qələbə ətrafında hamının, hətta qarışqa qarnın da dirçəldiyinə, ümumi şadlıq, vəzd hökm sürdüyünə baxmayaraq, Səməd özü əldən ayaqdan düşmüşdü. Yəqin ki, içərisi boş olmayan çadıra gedib dincəlməyə ehtiyac duyurdu. Amma hardasa nal səsləri və Qurban əminin qorxmayın, Sultan özü gəlir dediyini eşidəndə bədəni tarıma çəkildi. Toksin, qara zal, sarı zal, qızdı oğlanlı hamı dalımca gəlsin. Ələzoğlunun evinə getməli. Hamılıqla gəlin, Ələzoğlunun evinə gedin. Heç kəs görmürdü ki, enləri ilə uzunları tən gələsi dərəcədə iki kök qadın qaranlıqda bir-birindən xeyli aralı dayanıb, Səmədin son sözlərini eşidəndən sonra hər ikisi eyni iti addımlarla işığa çıxdılar. Gülbəni Səmədin bir qulağına "Neynirsən sən, acanım ciyərim? O cırdığım məktubda bədbəxt bacım dönə-dönə yazmışdı sənə ki, Sultan adında adamdan zürriyyəti olmayacaq" deyəndə, Şənbə Səmədin o biri qulağına "Cəmaatı niyə yığırsan ora? Bilmirsənmi ki, o uşağı daha saxlamaz qarnında" dedi. Səməd mat-məətəl Gülbənizin enlənib krem yaxılmaqdan ağarmış üzünə, gah da Şənbənin əprilmiş yanaqlarına baxırdı. Cəmi 3 nəfərin, Sultanla qardaşoğlunun və Müslümün arasında olan söhbəti bunlar hardan bilirdilər? Doğrudanmı o məktubu Gülgəz özü yazmışdı və uşaq söhbəti də oradandı? Səməd bu 2 nəfər yad ikən məhrəm ikən yad qadının arasından çıxıb bir də qışqırdı. "Toksin, eşitmədinmi nə dedim? Gülgəzin yanına getməliyik, iş var." Belə qəfil, gözlənilməz qəribə sözlərdən əlbəttə çaşmayan, tutulmayan qalmadı. Yalnız Səməd meydandan xeyli aralanandan sonra Toksin "O boş söz deyərmi? Lazım olmasa çağırarmı bizi?" deyib Səmədin ardınca yüyürəndə başqaları da tərpəndilər. Gülgəz qalın, hündür çəpər arxasında evin sol səmtindəki çardağın altında, boz kilim üstündə dizlərini qucaqlayıb oturmuşdu. Ocağın alovu təzə-təzə qızışıb, qara, yığcam qazanın altından atıla-atıla həyəti azmaz işıqlandırırdı. O tutqun işıqda cığaları qaşlarının üstünə sallanmış, zərif, doğma sifəti, qaynarlığı, gözəlliyi uzaqdan da sezilən gözləri görər-görməz Səməd iti qulac addımlarla öz-özünə yavaşladığını, hələ də Bakıda ruhan sükanın arxasına keçdiyi dəqiqədən başlayaraq beynində dolandırdığı sözlərin yoxa çıxdığını duyub, hətta ətrafındakı cavanları heyrətləndirən sarsıntı ilə dayanıb, başını sağ çiyninə əyib yazıqlaşdı. Məzlumlaşdı. Heç kəs, o cümlədən Səməd özü də bilmədi ki, belə ləngiməyi arxadan taleyin hökmü ilə gələn Xızır Abunun özünü yetirib dəstənin qabağına keçməsinə səbəb oldu. Abunun gözləri geniş açılıb Səmədin, sonra sağ solundakı cavanların, qızların üzlərində gəzdi. Səsində qəzəb gürradı. Deyir görün məhəbbət nə deməkdir. Qızlar o yan bu yana baxdılar. Cavanlardan bir ikisi pıqqıldaşdı. Sonra hamı Səmədə baxdı, hamısı çaşqınlaşdı. Səməd özü isə başı çiyninə əyili, həmin məzlum yazıq görkəmdə susurdu. Abı başdan ayağı müəmma idi. Ələskərin damında dərs keçibsiz hamınız, Səməddən başqa. Mövlud keçirmək, Peyğəmbər əleyhissalamın əsli nəsli haqqında danışmaq ixtiyarı alıbsınız. Peyğəmbərin rütbəsi barədə sual verirəm. Səsiniz niyə batıb? Birinci yenə Toksin dinləndi. Yeridirmi baba? Səmədin vacib sözü var Gülgəzə. İstəyirsən sən de gedək. Abı daha da sərtləşdi. Səməd deyib sözünü. Artıq danışmaq nəyə lazımdır? Səməd qamətini düzəldi, fikrini toplamağa çalışdı. Mən heç nə deməmişəm. Abı əlini çadır səmtinə uzatdı.
O yuvaları dağılan qaranquşların civiltiləri də eşidilir bu həyətdə. Axşam quyunun üstündə sən o cür danışanda eşidilməyibmi burada? Sus indi sən. Hünər göstərib aləmi çaxnaşdırıbsan. Bir çaxnaşma da burada salacaqsan. Tanımırsanmı əllə zoğunu? Xəstəxanadan çıxarıb gətirib salarlar üstünə. Böhtan çirkabında batarsan, bildin? Cavanlara sual verdim. Cavablarına qulaq as sən bunların, gör nə deyirlər. Niyə dillənmirsiniz bala? Necə yəni yeridimi? Xızır abı yersiz danışar məyər? Cavab ver sualıma. Təzəliklə dil çıxardıbsan. Danış da. Torkisin bir gözü Səməddə, bir gözü Abıda məhəbbət rütbədir dedi. İndiki dilimizdə təhrif olunub. Əslində cəmi bağların, odərlərin rütbələrindən biridir. Odərcəsi bağ həm oddur. Vahid həqiqət bağı. Təhrif dillərdə Muhammed, Mühəmməd, Məhəmməd və s. müxtəlif sözlərə çevrilib. Muhabbət, mühübbət, məhəbbət sözləri də Peyğəmbər əleyhəssəlimin bağ həm od rütbəsindən azıb təhrif olunub. Hər hansı bir insan saf-ağ elminin əsasını mənimsəyibsə, odər, həqiqət işığı olursa, eyni zamanda bağ həm od. Vahid həqiqət bağı olub. Odun, həqiqətin köməyi ilə insanı insana bağlayır. Həqiqəti bilən insan, həqiqəti bilən insana bağlananda isə eyni zamanda əl-eyə, uca ələ, yəni əlağa, Allaha bağlanır. Budur məhəbbət baba. Həqiqətən xəbərsiz insanın məhəbbəti təhrif sözdür. Təhrif mənadır. Yalnız hissiyata, başqa sözlə şəhvətə bağlandığına görə şəhvət hissi öləndə təhrif məhəbbət də ölür. Bu deyilənlərə əlavə olunmalıdır. Əl-ağ, Allah. Eysarımız bizi həqiqətdən xəbərsiz insan məhəbbətindən qorusun. Torkisin gözlərini Səməddən çəkmədən, gərginlikdən, qəhərdən boğula-boğula udqundu. Abının gözləri də Səməddə idi. Eşitdin, dərk elədin, o çardağın altında oturan bədbəxtimizə az-çox məlumdur bu həqiqətlər. Sultandan dərs alıb bu 4 ayda. Sultanın övladını bətnindən qovmaz o oğul. Bu barədə sultana da düz deməyiblər. Sənə də düz deməyiblər. Həm orada, Bakıda başını yeyiblər sənin. O şofer düz adam deyil. Burada da 2 zənən deyib sənə bu barədə. Mənə məlumdur bunun hamısı. Sultanın hələ dünyaya gəlməmiş zürriyyətini anası yox, başqaları qəsd eləyərlər. Bacarırsansa bax elələrindən qoru o bədbəxti. Təhqirlərə, söz-söhbətlərə dözənmir. Başa düşdünmü? O cırdığın məktubu bu yazmayıb sənə. Məktəbin arxivindən bunu rus dili dərsindən diktat dəftərini tapıb, xaç nəçənlik şüşəlidə oturub bunun xəttini oxşada-oxşada, hırıldaşa-hırıldaşa yazıblar. İnsanı sözlə zəhərləmə, əsəbləşdirib öldürmək kursu keçən o ilan zənəni məcbur ediblər. Məktubu versin, görüşdürsün sizi. O yandan da qudalı itlərini çağırsın, şəkinizi çəksinlər bax o çardağın altında. Qəzetə verib ifşa eləsinlər. Zəmanəmizin Məcnunu Leylisindən qaçmır. Plandır bu. KGB-də Xudiyevi xəlvəti əvəz edən Xalıq Qudalovun şəxsi planıdır. 2 zənənə tapşırıb bunun icrasını. Buradadılar ikisi də. Çox yaxşı tanıyırsan hər ikisini. Ətrafında baş verən hadisələr çatmır sənə oğul. Çünki çox təmizsən, sadəsən. Bezobraziyenin nə iş gördüyünü bilmirsən. Sarı zal səndən yaxşı görür Bezobraziyenin əməlini. Varisin başında da hər şey deyir. O cür taraq-qataraq vuruşmanın arasında qabağını kəsib başa salır səni. Yenə başa düşmürsən kimsən, kim olmusan. Abu üzünü cavanlara tutdu. Aparın bunu. Dərs deyin o çadırda. Eşitdinmi ey pak nadan? Dərs keçməlisən. Saf ağ varisi rütbəsinə layiq olmalısan. Yoxsa özünü də məhv eləyəcəksən, əmini də, bizi də. Və o dizlərini qucaqlayan xoşbəxt bədbəxti də. Bəli, xoşbəxtliyi də var onun. Vaxtı çatanda biləcəksən. Nə baxırsan üzümə? Göyə bax. Bu aylı ulduzlu kainat miqyasında nə qədər bilmədiyin şeylər var. Bir dəfə bax həm odun öz sağlığında 200 illik müharibənin lap başlanğıcındaca məhv eləyiblər bu elmi. 7-ci əsrdə. Bir dəfə Mənsur Həllacın zamanında 10-cu əsrdə qırıblar alimlərimizi. Bir dəfə Firdovsinin zamanında. Bir dəfə Nizaminin zamanında. Bir dəfə Nəimi ilə Nəsimi bədbəxtlərimizin zamanında. Bir dəfə Şeyx Səfi dedikləri Şeyx Saf Ağın zamanında. Bir dəfə onun oğlunun, bir dəfə də nəvəsi Şah İsmayılın zamanında.
Bütün kürrəyi ərz deyilənin bəşəriyyəti məşğul olur bu işlə. Ay yazıq varis balam. Bu 9-cu dəfədir. Əl-ağ Eysarımızın edamını da əlavə eləsək 10-cu dəfədir. Saf ağ elminin minlərlə ad altında gizlənən milləti özü-özünə qılınc qaldırır indi. Faraon dedikləri ev-ər-ey ünlərin zamanında ev-ərey odərlərimizin özlərini o dərəcədə nadınlaşdırıblar ki, ər ağları, ruhları birbaşa od ağ üz, bağ odərə uçan ev-ər ünlərin hamısına mavzələ etdirib. Yanına da azuqə qoyub göy yerdə saxlayıblar. İndi cəmi yer üzündə yevrey düşmən sayır ev-ər-ey ünləri, faraonları. Niyə? Çünki ilan belə qandırır. Misir, baxsar tariximizi öyrənsən görərsən ki, 11 dəfə yox, bəlkə 101 dəfə məhv eləyiblər varislərimizi. Get öyrətsinlər, get. Səməd quruyub qalmışdı. Abı, axı əmmin özünün sözü ilə gəlmişəm mən bura. Dedim, sultanı başdan çıxaranlar var. Sultanın yox, Müslümün sözü ilə gəlibsən. Daha doğrusu Çaxçuxun. Tanıdın mı Müslüm oğlunu? Nə? Nə dedin? Müslüm bizimki də abı. Təkrar eləyirəm. Çox sadəsən. Uca nadansan oğul. Bakıda tək ulduzla, mayor paqonu ilə, burada qoşu ulduzla, polkovnik paqonu ilə qabağına çıxan, kül-xınc elədiyin adamı tanımırsan sən. Xalıq deyil o, Qudalı deyil, Yağır Məmmədəlinin oğlu deyil, Xəlbət Rəhimin qardaşı oğlu deyil. 11-ci ildə Səttar xan vurulandan sonra Yağırı aparıb Londonda, Romada filanda saxlayıblar. Sonra Peterburqa göndəriblər. Sonra yenə cənuba qaytarıblar. Bax, onda Jalə adında bir dul arvadla evləndiriblər. Arvadın Xudat adında oğlunu da Xalıq adı ilə yazdırıblar Yağırın üstünə. Olub Xalıq Qudalı. Əslində heç Xudat da deyil. Heç o dul arvadın da oğlu deyil. Nikolay vaxtından 17 yaşından göndərilib Azərbaycana. Buradan da göndərilib dul arvadın evinə. Aç gözünü. Yenidən bax Xalıq Qudalıya. Bütün Azərbaycanda Mirqəzəblə pes bilir. Bir də sultanla mən bilirik kimdir o. Eşitsə ki, sir açıram, bax bu cəmaatın gözünün qabağındaca güllələyər məni. Səni də güllələyər, sultanın özünü də. O yekəlikdə, o təcrübədə qatil zır-zır ağlayır ki, Yağır Məmmədəlidir mənim atam. Kim uydurub bu avtobiografiyanı? Rəhim kişi doğma əmimdir mənim. İnanmaz. Çünki Peterburqda Rəhimlə Məmmədəlinin qoşa şəklini veriblər. Bir-birinin kopyasıdır. Odur ha, Rəhimin evinin divarında. Müslüm çox biləndir. Nəsə duyub ya da nəsə bilir onun barəsində. Odur ki, öl deyəndə ölür, qal deyəndə qalır. Sənə deyib məktub yaz, verin bacıya, uşağına xətər yetirməsin. Sultanın tapşırığı deyil bu. Çaxçuxun tapşırığıdır. Nəyinə lazımıymış elə bir məktub? Qurban soruşub. Açıq deyib ki, Səməd əmsini vurandan sonra məhkəmədə əşya-i dəlil nə qədər çox olsa, bir o qədər yaxşı olar. Yəni, Müslüm Gülgəzə yox, Çaxçuxa verməlidir sənin məktubunu. Sultan da bilir bunu, Məhərrəmdə. Sən elə bir şey eləsəydin, Müslüm məktubu Çaxçuxa verəndə Məhərrəmin adamları almalıydılar Çaxçuxdan. Belə şeylər var oğul. Elə xurd-xəşil süründü, hara getdi bilirsən? Prokuror Sayılovla həkim gözləyirmişlər xəlvətin həyətində. Çəkməsinin boğazından xançal çıxarıb, sinəsinin qanına bulayıb verib həkimə ki, bax, bununla öldürmək istəyirdi məni o dəli. Bildin mi hansı xançaldır? Kim aparıb, necə aparıb əminin bağından o xançalı? Necə olub ki, Bakıda xalqın dizlərinin üstündə görübsən o xançalı? Gör nələr eləyir bezobraziya. Ayıl oğul, yazıq qurban lap cana doyub. Deyir, 2 yerə bölünsəydim, yarım bezobraziyini izləyərdi, yarım da dəlimizin özünü. Qılınc qurban deyir bunu. De, get, aparın bunu o çadıra. Yenə qan axır başından. Sesranı çağırın. Acdır həm də bu bədbəxt. Aparın. Səməd yenə də gedə bilmədi. Necə deyərlər, diri gözdə ölmüşdü. Elə bu vəziyyətində yenə nal səsləri və Qurban əminin xırıltısını eşitdi. Müslüm Səmədin dalınca gəlib, çadırın qabağında gözləyir. Sultan zəng vurub ki, gedəsi olmadı. Səməd özü təcili gəlsin, yoxsa həbs eləyəcəklər. Mən sındım abı, qılınc Qurban yoxdur daha. Abının səsi də xışıldayırdı. Eşidirsən, sındım, dedi. Sonra birdən yan tərəfdə,
Alaqaranlıqda qısıq duran şənbəni görər-görməz atı onun üstünə sürdü. Şallaq 2 dəfə şaqqıldadı. Lap güllə kimi. Zərbənin biri şənbənin sarı, nazik kofta altından qabarmış sağ döşünə, o birisi sol döşünə dəymişdi. Şənbə titrəyib üzü üstə sərildi. Qıvrılıb qaldı. Sonra 2 şallaq şaqqıltısı da eşidildi. Gülbəniz dözümlüymiş. Qoşa əlləri ilə döşlərini sıxıb, ağrıdan gözlərini yumub ayaq üstə qaldı. Qılınc atın yüyənini geri burdu. Xudiyevdən qalıb bu. KGB-nin zənənlərini qoşa-qoşa işlədirlər. At dəhşətli tər qoxusu yaya-yaya irəli gəlib nəfəsi ilə Səmədin boynunu yandırdı. Və Səməd istər-istəməz geri dönüb, Qurban əminin sifətini də tər içində gördü. Sultan təkid edir telefonda. Getməlisən. Aralıqda xeyli sükut oldu. Sonra Səmədin heyrətlə dolu asta səsi eşidildi. Bura bax, qılıncım, müəllimim, fəxrim, necə yəni qılınc Qurban yoxdur daha? Bu quruluşun, hökumətin zibili çıxsa da, bezobraziya dünyanı götürsə də, sənin öz dilindən eşitmişəm və bütün varlığımla inanmışam ki, xalqa arxalanan adama zaval yoxdur. Sürgünlərə, fəlakətlərə bilavasitə başçılıq eləyən Mirqəzəblə bir yerdə xalqın qanını içən casus oğlu casusun özünü həbs etdirəcəm mən. Düzünü deyin görüm kimdir məni kənddən ayırmağa çalışan. Yenə sükut oldu. Sonra yenə Qurban əmi xırıldadı. Getməlisən. Səməd də bir kəlmə. Getməyəcəm deyib, çəpərin arasından orta yola çıxdı. Camaat orada-burada 5-1, 3-1 girin-girin dayanmışdı. Bürkü və səssizlik içində cırcırama cırıltısından başqa dam direktor Ələsgər müəllimin deyintisini eşitməyən vardısa, o da hadisələrə laqeyd kimi hələ də elə o vəziyyətdə dizlərini qucaqlayıb oturan Gülgəz ola bilərdi. Amma Ələsgər müəllimin deyintisi oraya, çəpərin arxasına da, yolun o biri tərəfində gür işığı yolu vuran həyətə də çatırdı. Rəhmətli Mədəd özü deyirdi ki, elm düzəltməsə bu dünyanın düzəlməyi qiyamətə qaldı. Qudallarla, üstəlik hamısı paqonlu Gülənovlarla kəllələşməyiniz nə xeyir verəcək sizə? Təzə sədrinizin hələ seçilməmişdən o cür görünməmiş zorakılıqla xaşın biləklərinə naruçnik keçirməyi, sonra da 2 dəfə Sovet İttifaqı qəhrəmanını o hala salmağı nə xeyir verəcək onun özünə, sizə? Seka KPSS-dən Bakıya deyilib. Bakıdan da rayonlara deyilib ki, institut, texnikum, məktəb filan nə varsa hamısı saxlansın. Əli ayağı tutanın hamısı yığıma göndərilsin. Sultan əmiri kimi kişi acizdir bu əmrin qabağında. Bu nə üsyandır belə qaldırırsınız? Kim verər o pulu sizə? Həməcə xaş neçənlik rayonun bütün milisiyasını bura töküb almayacaqmı əlinizdən o paylananı? Axşam təftiş burada elə ağzını açanda demədimi ki, düzələn deyil bu xaraba? Bir Səmədiniz, mədədiniz yox, 5-i olsun. Siz də lap belə 3 para kənd, sovetliklə qalxın ayağa. Neyniyə bilərsiniz? Kağız üstündə qalıb bu hökumətin qanunları. 34 ildə kolxozun boyunduruğu altında hələ başa düşməyibsiz ki, qılınc qurbanları, Mədəd əmirinin, Təftiş Abbasların işi əməli 30-cu illərdən bəri addamayıb. Bezobraziya hökm sürür hər yerdə. Bizim arvadı da aparıblar o işıqlı həyətə. Bu Xalıq Qudalovun qanı ekspertizada belədir. Bu da Xançalın üstündəki həkim qanı. Patpişiti Sestra xanım. Neyləsin indi Sestra xanım? 1000 dəfə sübut eləmişəm prokuror Sayılova ki, evimin damında əlavə astronomiya dərsi deyirəm uşaqlara. Hələ də açıq saxlayır Sledstə Vennoyu Delumu. Sestra da qol çəkməsin o Zaxyuseniyyə. Nə olar? Mənim xeyrimi niyə şərə döndərirsiniz, ay istəkli şagirdlərim? Kəfəni boğazıma dolayıb elm öyrədirəm ki, siz də öz balalarınızı öyrədin. Unudulmasın həqiqətimiz. Bu Rus deyilən divdən yaxamız qurtarsa, imkan daxilində dirildək millətimizi. Elmlilər də eyni ilə o bezobraziya xadimləri kimi şər, zor yoluna düşsələr, nə olar millətin axırı, ay əzizlərim? Səməd yaxınlığında Ələsgər müəllimin gözlərində yaş gördü, amma yumşalmadı. Bura bax, Ələsgər müəllim, bayaq Xızır abi sual verdi orada cavanlara. Torksini danışdırdı. Belə çıxdı ki, Şeyx babamın, Şeyx əmilərimin elmi olmasa, insan insana bağlanmaz, həyat, yaşayış olmaz.
O böyük hərflərlə yazılan dilin böyük hərflə yazılan elminə laqeyd deyiləm mən. Bu çox danışıb, məni də maraqlandırıb. Atamın vəsiyyətinə də laqeyd deyiləm. Amma sualım var. Bayaq bu 5-10 dəqiqənin içindəcə tamamilə aydın danışdı bu elmin tarixini. Faraonların, ünlərin zamanından bugünəcən asıb kəsiblər alimlərimizi. Bundan nə nəticə çıxarırsınız? Məni bu torpağa, bu xalqa bağlayan saf ağ elmidir. Üzr istəmirəm kobudluğuma görə. Nə demagoqluq edirsiniz burada? Bu nə təbliğatda aparırsınız? Arvadınız qol çəkibsə o zaklüçeniyə, özünüz də ona mane olmamısınızsa, əksinə o işıqlı həyətdən çıxıb bu qaranlıqda yaşayanları da acizliyə, köləliyə çağırırsınızsa, nə ad vermək olar buna? Bunun danışdığı tarix təkrar olunmurmu? Adınız dam direktor, gizdin alim. Özünüz kimsiz? Bezobraziya qulu, aciz, rəzil, gözü yaşlı bir ziyalı. Bu yaş nə daxı gözünüzdə? Kişi deyilsiz? Ələsgər müəllimin rəngi heç vaxt dəyişməyən açıq quru çopur üzünə qızartı gəldi. Çopurları əksinə ağardı. Kişilik mərdliklə yox, əqli kamilliklə ölçülməlidir bala. Axır vaxtlar qılıncınız da dərk eləyib bunu. Çürük aşığa Koroğlunun qocalığını oxutdurur. Tüfəng çıxdı, mərdlik getdi, ay haray. Cavanlar gülürlər sənin qılıncına. Tüfəng deyilmi sənin mərdliyin? Deyir. Mənim tüfəngimin qundağında yazı var idi. Qalx ey lənətlə damğalanmış ac və çılpaq məzlum dünya. Deyirlər, ac və çılpaq dünya ayağa qalxdı. Nəticəsi nə oldu? Ağlayır qılıncınız. Bax belə, bu bədbəxt müəllimin kimi açıq-aşkar göz yaşı tökür. Acizdir ədalət mücəssəməsi qılınc qurban ədalətsizliyin qarşısında. Yeni Lenin ol, yeni oktyabr inqilabı elə, dağıt dünyanı təzədən qur. Nə olacaq? Həmincə ədalətsiz dünya yaranacaq. Elmsiz, yırtıcı cəhalət dünyası. Sən qarışma bu cəmaatın işinə. Bir zəmanə gözləyirik biz. Uzaqda deyil o zəmanə. Ola bilər, hətta biz də görəcəyik. Danışma, çıx get buradan. Səmədin beyni tutuldu. Heç nə danışa bilmədi. Müslüm maşını lap səssiz, səmirsiz sürüb böyründə saxlamışdı. Qəhərli, getməsən öləcək. Getməsən öləcək deyir.